Xoş gördük əziz dinləyicilər. Deməli, Trampın başlatdığı bilirsiniz ki, beynəlxalq iqtisadi müharibə var. Bütün ölkələrə, hətta Penqvin adasına da 10% rüsum tətbiq edib. Bununla bərabər həm də Azərbaycana da bu tətbiq edilən rüsum siyahısında Azərbaycan da var. Sadəcə olaraq məni danışmağa vadar edən məsələ ondan ibarətdir ki, Azərbaycan televiziyalarında baxdım mən və Azərbaycan televiziyaları bəh-bəh bildirməyə çalışırdı ki, bəs bu 10% rüsum Azərbaycana heç bir təsir etməyəcək. Əvvəla bu beynəlxalq bir müharibədir və bu hər kəsə təsir edəcək. İkincisi ki, Azərbaycana təsir etməyəcək və bunu vüqarla, bunu gülə-gülə, bunu bəh-bəhlə və Ermənistanı çökdürməklə, Gürcüstanı diz çökdürməklə danışırlar. Azərbaycan təsir etməyəcək, ona görə etməyəcək ki, Azərbaycan iqtisadiyyatı yoxdur. Azərbaycanda iqtisadiyyat qurulmuyor. Azərbaycan 80% neft və qazdan gələn gəlirlərlə formalaşır onun büdcəsi və dolayısı yolla 100% büdcəsi dolayısı yolla neft və neft məhsullarından formalaşır. Ona görə Azərbaycana təsir eləməyəcək. Amma necə təsir etməyəcək ki, artıq biz dünyada neftin qiymətinin aşağı düşdüyünü, artıq $62 civarına düşdüyünü nəzərə aldıqda və Azərbaycanın neftin büdcədə qiymətləndirməsi 2025-ci ilə görə büdcədə qiymətləndirməsi $70-dır. Siz təsəvvür edin, bu o deməkdir ki, artıq Azərbaycan büdcəsində defitsit yaranacaq və biz bu pulları hardansa ora tətbiq etməliyik. Düşünəndə və Azərbaycanda aparılan siyasətə də baxdıqda görürük ki, biz hər hansı bir büdcədə defitsit yarandıqda, yəni çatışmamazlıq yarandıqda o saat Azərbaycana və vətəndaşlar üzərinə düşən vergiləri artırırıq. Biz 2025-ci il üçün hələ yaşanmayıb, hələ ilk aylarını yaşadığımız 2025-ci ilə görə 850 milyon manat Azərbaycan xalqı büdcəyə necə deyirlər, vergi verəcək. Çox maraqlıdır, düzdür, vergi verəcək. Sadəcə olaraq mənim demək istədiyim bundan ibarətdir ki, əlbəttə ki, Azərbaycan üçün də faciə gəlir. Çox təəssüflər olsun ki, indiyənə qədər Azərbaycanda bir iqtisadiyyat qurulmayıb. Neft pulları Azərbaycana gəldikcə şelləniblər, yeyiblər, içiblər. Azərbaycan xalqının maaşları, verilən çox cüzi maaşlar da, çünki bizdə Azərbaycanda maaş alan adamlar çox azdır. Cüzi maaşlar da, müəllimlər də, həkimlər də və digərlərinin də pulları neftə əsasən, qaza əsasən verilir. Bir də sizə maraqlı bir məsələ danışım. Siz təsəvvür edin. Dünyada neftin qiyməti ucuzlaşdıqda bütün ölkələrdə bu zapravka dediyimiz yanacaq doldurma məntəqələrində öz əksini tapmalıdır. Baxın, Ermənistan, Gürcüstanı gəlin götürək. Sabah Ermənistanda və Gürcüstanda yanacaq doldurma məntəqələrində biz neftin qiymətinin ucuzlaşdığını görə biləcəyik, amma Azərbaycanda heç vaxt görənməyəcəyik. Dünyada neft ucuzlaşdıqda da Azərbaycan yanacaq doldurma məntəqələrində neft baha olur, bahalaşdıqda da baha olur. Bu Azərbaycan xalqına tətbiq edilmir. Amma bu günləri dünyada neftin ucuzlaşması heç də nefti olmayan ölkələr üçün pis bir rəqəm deyil. Əksinə onlar üçün çox sərfəli olacaq. Bizim neftimizi ucuz alacaqlar. Çünki bu beynəlxalq qanunlarla təsirlənir. Dünyada $5-dırsa, sən $5 satacaqsan, $10-dırsa, $10 satacaqsan. Sadəcə mən də istəyirəm bu mövzuda danışım ki, Azərbaycan xalqı, yəni insanlarımız başa düşsünlər. Neftin ucuzlaşması Azərbaycan üçün heç də yaxşı işlə vəd etmir və Azərbaycan büdcəsi neft və qazdan formalaşdığına görə böyük ehtimal bundan sonra yenidən cərimələrin artırılmasının şahid olacaq. Bazarın qalxmasının şahid olacaq. Çox təəssüflər olsun ki, biz özümüzü kənd təsərrüfatı malları ilə da təmin edə bilmirik. İndi biraz xiyar, pomidor satırıq Rusiyaya. Onun da təəssübünü çəkənlər bütün Azərbaycanın təəssüb çəkənlərdən çoxdur. Çox dəhşətli bir rəqəmdir. Bu günləri 100 kilo, 200 kilo Rusiyaya pomidor satanlar Rusiyanın tərəfini o qədər gözəl saxlayır ki, kaş ki, bütün Azərbaycan xalqına tərəfini elə saxlayırdı o 200 pomidora görə, 300 pomidora görə. Azərbaycanın kənd təsərrüfatının məhsulları Azərbaycan büdcəsində cəmi cümlətanı $300 milyon civarında olur, 300 milyon manat. 300 milyon manat civarında olur.
Gördünüzmü? Azərbaycan büdcəsinin hətta 99%, 98% neft və neft məhsullarından formalaşır. Bu günlük xiyarın təəssübünü çəkənlər kaş ki Azərbaycan xalqının təəssübünü çəkəydi. Kaş ki Azərbaycan xalqının da Azərbaycan iqtisadiyyatını da düşünəydi. Sadəcə bundan danışmaq istəyirəm. Bilin ki, yəni vəziyyət budur. Artıq dünyada neftin birjalarda qiyməti yenidən düşməyə başlayıb və Azərbaycan dövlət büdcəsində də $70 nəzərdə tutulub və bu defisiti, bu boşluğu görək nə ilə dolduracaqlar. Yəqin Azərbaycan xalqını yenidən cərimə eləməklə doldura bilərlər. Başqa bir yolu da gərək Azərbaycanda olan başqa büdcələrdən olur, rüşvət büdcələri olsun, nələr olsun. Yəni artıq kəmərlər, böyüklərin kəmərləri də sıxılmalıdır. Çünki xalqın üzərinə çox düşmək olmaz. Çünki xalq kifayət qədər sıxılıb, xalq kifayət qədər iqtisadi və sosial ağırlığı yaşayır. Yəni bu biraz da sıxılsa, yəni Azərbaycan xalqı, Azərbaycan bu kəndlisi hansı vəziyyətə düşəcək, onu da bir Allah bilir. Təşəkkür edirəm diqqətinizə görə.